Qeyd edim ki, əslində bu miflər nədən yaranır? Onu da deyim. Hər bir mütəxəssis əgər öz işini görmürsə, başqalarının işini görürsə və nəticə etibarıyla o işdə bir axsaqlıq yaranır. Təəssüflər olsun ki, həmən qeyri-peşəkar insanların bu yanlış məlumatları cəmiyyətə ötürürlər və bu miflər yaranır. Bunlar mif deyil, tamamilə absurd bir məsələlərdir. Çünki hər bir, siz iflic dediniz, onun reabilitasiya başlama müddəti var və reabilitasiya dönəmlərinin özünün fazaları var. Yəni, gold time dediyimiz əsas həlledici vaxtı var və sonraki dövrü var. O demək deyil, sonraki dövrdə müalicənin təsiri yoxdur. Sadəcə olaraq müalicənin təsiri bir qədər ləng gedir və yaxud da ki, çox az təsir edir. Amma bu o demək deyil ki, biz müalicəni dayandırmalıyıq. Orada hər hansı bir malpraktis və yaxud da ki, artıq pasiyenti boş-boşuna vaxtını almaqdır. Xeyr, bu tamamilə absurddur. İstənilən pasiyentdə, istənilən vaxtda reabilitasiyanın əhəmiyyəti böyükdür. Yaşlılara gəldikdə isə ümumiliklə geriatrik reabilitasiya deyilən bir elmimiz var, bir yanaşmamız var ki, hansı ki, bu reabilitasiyanın bir qoludur və sırf yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşması üçün onların daha az zədə alması və gündəlik həyat tərzlərində hər hansı bir problemi yaşanmamasına xidmət edən bir reabilitasiyanın şaxəsidir ki, biz burada yaşlı insanların, məsələn, statistika var dünyada ki, 60 yaşından çox, məsələn, yaşından keçmiş insanlarda kəllə-beyin travması daha çox olur. Məsələn, bu çanaq sınığı daha çox olur. Niyə? Düşmə problemləri olur. Bunlarda yıxılmalar, düşmələr olur. Bunun qarşısını alması üçün xüsusi strategiyalar tətbiq olunur və yaxud da ki, hər hansı bir bunların vacib işlərinin görməsi gündəlik həyat tərzində daha müstəqil, başqalarından asılı olmadan həyat tərzlərinin sürməsi üçün strategiyalar, reabilitasiya strategiyaları vardır ki, bunlar da o insanlara tətbiq olunur. Yəni, çox önəmlidir. Yəni, dediyinizin 180 dərəcə tam əksinə olan bir məsələdir ki, təəssüflər olsun ki, yanlış informasiya qeyri-peşəkar insanların cəmiyyətə ötürdüyü qeyri-peşəkar bu məsələlərdən irəli gəlir.